kvadrat kök var n-ci dərəcədən. Kök fərq nədir? Kvadrat kök sadəcə belə kök çəkilir. Burada kökün dərəcəsi yazılmır. Yəni yazılmırsa bilməliyik ki, bu 2 deməkdir. Oldu? Məsələn, kök altında A verək, bu da olacaq 2-ci dərəcədən A, amma bu yazılmır. Aydındır. Necə ədədin üstü 1 olanda deyirik, yazılmır. Bu ilə A deməkdir, eyni onun kimidir. Onu misal yazacağım, indi görəsən. Bax, məsələn, kök altında tutaq ki, bizə 9 verir. Sən nə edirsən? Elə yox. Düzdür, hamınız bilirsə 9-dan kökdən 3 çıxır. Sən bura kökün dərəcəsini 2 yazırsan, 9 da 3-ün kvadratıdır axı. Bu 2-lər gedir, kökü də aparır, ixtisar olur. Aydındır? 9-dan kökdən belə 3 çıxır. Bax, məsələn, yazıram bura, tutaq ki, 25-də 16 olsun. Zamanla onsuz birbaşa kök çıxardacaqsınız. 25-dən, şərqə 25 nəyin kvadratdır? 5'in, yox, hə 5'in. 25-dən kökdən 5 çıxır, 16-dan kökdən 4 çıxır. Bitdi, bununla da bitir. Aydındır? Bu getdi. Biri də var, n-ci dərəcədən kök. N-ci dərəcədən kök deyilsə, artıq bura kökün dərəcəsi yazılır. Məsələn, 3. Bura yazacağım, tutaq ki, 3 yəni 3 olsun, 4 olsun, 5 olsun, hamısı yazılır. Bir dənə 2 yazılmır. Yazılmayanda biz bilirik ki, kökün dərəcəsi 2-dir. Məsələn, 3-cü dərəcədən 27 olsun. Sən bilirsən ki, 27 3-ün kubudur. Bu 3-lər kökü aparır, buradan çıxır 3. Bax, başqa bir şey yazın. Əslində çox qəşəngdir, yadınızda saxlamalısınız bunu. 64. Bir belə yazıram. Yox, indi bax. Bir belə yazıram, bir də belə yazıram. Nəyi bilməlisiniz? 64, bu 2-ci dərəcə sayılır da, 8-in kvadratı olur. Düzdür? 8. Bu 2-lər gedir, 8 çıxır. Amma burada 8 deyəmirəm axı. 3-cü dərəcədə. Yox, 200 yox. 64 nəyə kubudur? 8'in. 4-ün kubudur. Getdi bunlar. Bəli, 4 qalır. 4 qaldı. 64 neçə üstü 6-dır. Bilmirsən, gəlirsən 64-ü ayırırsan sadə vuruqlarına. 2-yə bölürsən 32, 2-yə bölürsən 16, 2-yə bölürsən 8, 2-yə bölürsən 4, 2-yə bölürsən 2, 2, 1. Neçədən 2 çıxdı? 3, 6'dan. 6-dan. Deməli olur 2 üstü 6. Bunlar da gedir deyə buradan da çıxır 2. Başa düşdük? Problem yoxdur. Bir də bax, kvadrat kökdə bizə ən çox nə lazım olacaq? Belə bir şey yazmışdıq. N, A üstü M. Bunu biz tam cəbri ifadələri keçəndə yazmışdıq. Olurdu, M böl, M düşür məxrəcə, M qalır surətdə. Aydındır? Başa düşdünüz bunu? Bax, bunu silmirəm, bunu yadınızda saxlayan. Bir də. Burada ən çox sizə lazım olacaq, bax bu. Kök altda A-nı biz kəsrə çevirəndə, kökün, bax, bura məsələn, heç də yazılmayıb da, düzdür? Kökün dərəcəsi nədir dedik? 2-dir. A-nın üstündə heç də yoxdursa, bura nə sayılır? 1. 1 sayılır, düzdürmü? Düz demirəm. Bax, elə bil ki, əslində belə çevirmək istəmirəm, başa düşün deyə çevirirəm. Kökün dərəcəsi yazılmır 2-dir. A-nın üstü də yazılmır 1-dir. Olur A üstü 2-də 1. Gördünüz? Yəni, sənə kök altında A verəndə, sən onu çevirəndə nə yazmalısan? A üstü 2-də 1. Məsələn, indi işləyəcək testlərdə görəcəksiniz. Kök altında 3 verib. 3-ü mən çevirəndə olacaq 3 üstü 2-də 1. Başa düşdünüz? Çətin deyil ki. Bu da bu şəkildə getdi. İndi o dediyim kimi yuxarıdakı qalsın, bizə lazım olacaq. Kvadrat kök, şərqi üstü qüvvət. Əsas məsələmiz budur. Köklərlə bağlı nə edəcəm? Bax, mən sizə demişəm də 2n, bu cüt ədədlər işarə olunur 2n-lə. Tək ədədlər isə işarə olunur 2n çıx 1-dən. Düzdür? Hətta 2-nin üstə gəlbir də demişik. Düzdürmü? Bunlar təkdir, bunlar nədir? Cütlərdir. Əgər nəyə fikir verməlisiniz? Kökün dərəcəsi, bura 2n yazmışamsa nə deməkdir dərəcəsi? Cüt deməkdir. Kökün dərəcəsi cütdürsə, mütləq modulda çıxacaq. Kökdən çıxan nə veribsə modulda çıxacaq. Amma kökün dərəcəsi təkdirsə, yəni 2n çıx 1 yazıram bura. İndi gəlin belə bir şey danışaq. N-in yerinə 1 qoyanda nə edir burada? N-in yerinə 1 qoyanda. 22 çıx 1 elədi. Kökün dərəcəsi 1 olanmaz axı. İndi bunu məcburan nə yazın?
Üstəgəl 1 yazaq. Başa düşdünüz niyə üstəgəl 1 çevirdim? Natural ədədlərdə 2 çıxıb 1-dən başlayır da tək ədədlər, düzdür? N-in yerinə 1 qoysaq 2 çıxıb 1-dən. Olur 2 vur 1 çıx 1 eləyir 1. Natural ədədində ən kiçiyi 1 deyil tək ədəd olaraq da. Amma burada indi kök yazdığım üçün məcburam ki 1 yazmayım. N-in yerinə buradan gedim. Aydındır burası? İndi baxın. Yazdım bunu. Bu nə olacaq? Diqqətlə baxaq. Əgər dedim ki, kökün dərəcəsi cütdürsə necə çıxır? Modulda. Amma kökün dərəcəsi təkdirsə elə nə veribsə o da çıxacaq. Axı bunlar ixtisar gedir. Düzdür? Bu buna apardı. Bu da buna apardı. Kökdən nə çıxdı? A. Amma burada modulda çıxır. Aydındır. İndi bunu bildiksə yadımıza nəyi salmalıyıq? Bax, buradan indi sizin yadınıza bir şey salacağım. Modul söhbətinə. Keçmişik həqiqi ədədlərdə. Əgər demişik ki, A böyükdür 0-dırsa, A necə ədəddir? Müsbət ədəd. Modula bərabər olurdu elə A-ya. Düzdür? Müsbət ədədin modulu özünə bərabərdir. Amma mənfi ədədin modulu onun əksinə bərabərdir demişik. Düzdür? Əgər A kiçikdir 0 olarsa, olacaq modula bərabərdir. Diqqətlə baxın. Mənfi A-ya. A-nın əksi nədir? Mənfi A. Fikrim tam aydındır. İndi ona aid misallar yazacağım. Görüm nə dərəcədə aydındırsa. Bax, məsələn, tutaq ki, belə bir şey verim. A böyükdür 0 yazıram. Verirəm ki, kök altında, bura olsun 4-cü dərəcədən, burada yazıram A üstü 4. 4'ten gelir 30. Düzdür? 4'lər gedəcək. Buradan birinci kökün dərəcəsi necə ədəddir? Cütdür deyə modulda A çıxacaq. Gəlirəm bura. A necə ədəddir? Müsbət ədəddirsə modul nəyə bərabər olur? Özünə. Amma A kiçikdir 0 versəydim. Baxın indi. Bunlar gedəcək, yenə modulda çıxacaq. Amma A necə ədəddir? Mənfidirsə qarşısına mənfi atıb çıxardırdıq. Çünki bu necə ədəddir? Tək ədəddir. Mənfi ədəddir, bəli. Mənfinin də əksi deyirdik çıxırdı. A-nın da əksi nədir? Mənfi A. Mən mənfi yazmaqda məqsədim A özü mənfidir. Axı, məsələn, mənfi 5-dir. Bunun qarşısına da mənfi qoymalıyam ki, bu nəyə çevrilsin? Mənfi, bu da mənfi. Müsbət olsun. Da bir də deyirəm. A müsbət ədəddir. 5-dən onsuz da moduldan 5 çıxmır. Amma A mənfi 5 olanda, mənfi 5-dən moduldan mənfi 5 çıxanmaz axı. Mən məcburam onun qarşısına mənfi qoyam ki, bunu müsbətə çevrilsin. Onsa mənfi 5 modulda mənfi 5 çıxır. Aysa, amma sən belə yazsan, mənfi 5-dən moduldan mənfi 5 çıxmış ola bilər. Ona görə qarşısına mənfi qoyuram ki, bu mənfi bunu müsbət eləsin. Fikrimi tuta bildiniz? Əgər tuta bilməsiniz, bunu əzbər yadınızda saxlayın. Bax, yazıram A böyükdür 0, olsun deyək 5-in sərsən A üstü 5. Nəyə bərabərdir? Təkdirsə mənfi A. Mənfi A. Görürsünüz, səhv başa düşmürsünüz. Mən axırda təkdir. Mən dedim ki, təkdirsə, nə varsa elə o da çıxacaq. Nə modul düşündən, nə bir şey. Mənfi də olsa, müsbət də olsa nə çıxır? A. Bir dənə nə vaxt fikirləşirik? Dərəcə cüt olanda. Dərəcə cüt olanda modulla çıxdığı üçün düşünürsən mənfi yaxud müsbət olmağını. Aydındır fikrim? Başa düşdük bunu? Başa düşdük? Yaxşı. İndi gəldik nəyə? İndi. Həqiqi üstü qüvvət. Bax, kvadrat kök həqiqi üstü qüvvət. Başlayaq testlərinə, sən də bax. Bax, bax. Birinci. Ancaq yazıram sizə təşkilləri. Bəziləri mən yazacağım, qalanları siz işləyəcəksiniz. Bax, başlayırıq. Deyir ki, A kiçikdir 0 verir. Bunu gördük. Bizdən istəyir 1,5 kök altında A üstü 14'ə. Bax, verib 1,5 A üstü 14. Düzdür? 1,5 qalır. Mən nə demişdim? Yazılmasa da kökün dərəcəsi nədir? 2-dir. Xərcə 2 ilə kök ixtisar gedir. Burada neçə qalır 14 2-yə böləndə? 7. Özü kök də gedir də A üstü 7 qalır. Düzdür? Razıyıq. Amma bura necə ədəddir? Cüt olduğu üçün mütləq bu nədə çıxmalıdır? Modulda. Ədədin üstü 7, 7 təkdir onsuz da. Ona fikir verənmirik. Gəldik bura. A necə ədəddir? Sıfırdan kiçik nə deməkdir? Mənfi Mənfi demək deyil. Sıfırdan kiçik nədir? Mənfidir. İndi bura mənfi qoyuram. Mənfinin üstü 7 bizə nə verəcək? Mənfi yoxsa müsbət? Müsbət. Mənfi. Hə, mənfi. Mənfi. Mənfi deməkdir. Düz demirəm. Onda bura nə oldu? Mənfi.
Neynirdik mənfi olanda modulda? Nə çıxardırdıq? Mənfi müsbət. 1,5 qalır. Bax, A üstü 7-dən nə çıxacaq? Mənfi A üstü 7. Nəyə görə mənfi çıxdı? Bir əmən deyim. Çünki A necə ədəddir? Mənfidir. Dedik ki, kökün altı, kökün dərəcəsi cütdürsə, mən bunu mənfi olduğu üçün qarşıda mənfi atıb çıxardıram. Yəni, cavabınız eləyir mənfi 1,5 A üstü 7. Bir də deyim. Bax, sənə verib 1,5 vurulsun, A üstü 14. 14 ilə kökün ikisini apardım, qaldı A üstü 7. Düzdür? Məndən nə istəyir? Cütü. A üstü 7, A necə ədəddir? Mənfidir. Cüt olduğu üçün kökdən çıxartdım, modulda çıxartdım. Mənfinin üstü 7, bizə yenə mənfi verdiyi üçün mənfi ədədi modulu onun əksinə bərabər idi. A-nın modulu olur mənfi A. Gördünüz? Ona görə qarşısına mənfi düşdü. Başa düşdün indi? Yaxşı. Keçdik. İndi o tip sualları ötürürəm. Keçdik nömrə 3-ə. Nömrə 3-də nə verir? Deyir ki, 3 kiçik bərabərdir x, o da kiçik bərabərdir 7. Bu necə oxunur? X 3-dən böyük bərabərdir, 7-dən kiçik bərabərdir. 2 qat bərabərsizlikdir. Misalda nə verir bizə? Deməli, x çıx 8-in kvadratı, üstə gəl x çıx 2-nin kvadratı. Deməli, nə edirik? Kökün dərəcəsi bu 2 deyil. Bununla bu ixtisar gedir. Düzdür? Buradan modulda çıxacaq. Çünki kökün dərəcəsi cütdür. Dedik axı 2 yazılmır, amma bu cütdür. Aydındır? Buradan çıxacaq modulda x çıx 8, burada da olacaq modulda x çıx 2. Biz bunu həqiqi ədədlər mövzusunda öyrənmişik modulları. İndi bax, buranın mənfi ya da müsbət olduğunu araşdırıram. Gəlirəm bura. 3 7 aralığında ürəyim istəyən bir ədəd götür. Məsələn, 6 deyir, 6 götürürəm. Məcbur deyilsən mütləq 6 götürməyə. 6-dan 8 çıxanda müsbət daha yoxsa mənfi? Ay, sol. Demək, bura nə oldu? Mənfi. Anladınız? Buranı baxaq indi 6. 6-dan 2 çıxıram? Müsbət. 4 müsbət. Burada yazıram müsbət. Bunu yazdım. İndi nəyə fikir verirəm? Biri mənfi, biri müsbət. Biz dedik mənfi ədəd oldu, onun əksi çıxır. Düzdür? Ay, sağ ol. Yəni, qarşısına mənfi atıb çıxardırıq bunu. Elə demədik. Düzdür? Burada nə verib? X çıx 2. Müsbətdirsə, elə özü çıxacaq. Düzdür? Müsbət olanda özü çıxırdı, mənfi olanda qarşısına mənfi atırdı. Düzdür? Mənfi atıbsınız da mörtəzən qabağını. İndi mörtəzəyə Çaya təsir edəcək. Mən bunu, bu mənfi deyil. Bunu öyrətmişdim sizə. Bunun əksi 8 çıx x belə də çıxarda bilərəm. Bax, elə qrupum var, onları belə öyrətmişəm deyə yazıram. Məsələn, x çıx 8 mənfi ədəd olduğu üçün burada kimi qarşısında mənfi atdım. Amma elə qrupum var, öyrətmişəm ki, 2 dənə deyil, a çıx b. Bunun tərsi, əksi deyilsə, yerlərini dəyişirəm. 8 çıx x olur. Getdik. İndi mötərizəni açırıq. Mənfi içəri təsir eləyir. Olur, üstə gəl 8, üstə gəl x çıx 2. X-dan x gedir. 8-dən də 2 çıxırıq. 6. Aydındır? Sonra 5-dir, 6-dır, bu tipdir. Keçirik 7-yə. İndi burada hər şey görəcəksiniz. Yəni, müxtəsər vurma düsturu, bütün hamısı onsuz bizdə keçmişik. Kökdə 3 çıx, kökdə 2 verir. Sonra verib kökdə 12, üstə gəl kökdə 8. Bax, nəyə baxırıq? Kökdə 3 çıx 2-dir. Buradan nəyi mötərizə xaricə çıxarda bilərəm? İkisi də nəyə bölünür? 2-yə. 4-ə də bölünür. Düzdür? Gəlin bir dənə buradan ayrıca yazım. Kökdə, bax, hətta bunu belə yazım. 12 4 vur üstə yeyir. 8 də 4 vurulsun 2-dir. 4-dən kökdən nə çıxır? 2. 2. Kökün altında nə qaldı? 3. Yenə gəlirəm bura. Şərqiyə bax, 4-dən kökdən nə çıxır? 2. Kökün altında nə qaldı? 2. Mən buradan 2-li mötərizə xaricinə çıxardaram. Qalar kökdə 3 üstə gəl, kökdə 2. Razısınız? Aydındır. Bunu niyə yazdım? Burada aysa, yox, bax, burada belə bir şey verib. Bunu da nə yazdım? 2 vurulsun, 2-ni sonra yazacağım. Vur 2. Düzdür. Müxtəsər vurma düsturu deyil. A kvadrat çıx B kvadrat. Bunu silim indi. Bax, müxtəsər vurma düsturumuz var. A kvadrat çıx B kvadratın açılışı. Keçmişik sizdən. Bir dəfə A çıx B olur, bir dəfə A üstəgə B olur. Düzdür? Bu da ondandır. Bax, vurmamız da var. Olur kökdə 3-ün kvadratı. Çıxılsın kökdə 2-nin kvadratı.
Düz yazdım. Bir də vur 2 var. Bax, siz bunu belə yazsanız səhv olacaq. Niyə belə yazırsan? Axı burada nə olmalıdır? Mötərizə. Çünki bu 2 həm buna, həm buna ümumilikdə bu hasilə aiddir də. Aydındır. Ona görə bura çıxma qoymuşam axı mən. Çıxma qoymuşamsa məcburam bu 2-ni kənar saxlayam. Oldu? Kökdə 3-ün kvadratına gələk indi. Kökdə 3-ün kvadratı. Bax. Aha, gəl elə də başa salım. Kökdə 3-ün kvadratı deyirsə, bu eləyir kökdə 3-ün kvadratı nədir? 9. 9-dan kökdən nə çıxır? 3. Və yaxud da bu kökün dərəcəsi 2 deyil. Bu 2-ni saldım bura, apardı kökü. Elə çıxır 3. Aydındır nə demək istəyirəm? Başa düşdük? Ona görə bu olur 3 çıx 2 vurulsun 2. 3-dən 2 çıxıram. 1, 1-i də 2-yə vururam, eləyir cavab 2. Bu da 7 nömrəli sualın izahı. Sonra keçdik indi 9-a. Deyir doğru bərabərliyi göstərir. A üstü 3, onun da üstündə 3 verir. Qüvvət üstü qüvvət onda deyilir ki, vurulur. 3-ü 3-ə vururam, eləyir A üstü 9. Amma burada verib A üstü 6, deməli bu səhvdir. Aydındır. Sonra verib A üstü 2, yəni A kvadrat B-nin kubu. Bu 3 hər ikisine aid idi. Həm 2-yə vurulurdu, bunun da üstü yazılmır 1-dir. A üstü 6, B üstü 3 olur. Burada da onu verib, yox. Burada verib A üstü 3, B üstü 6. Bu da səhvdir. Doğrunu istəyir bizdən. C variantında verib A üstü 8, A üstü -4. Vurmada üstlər nə olurdu? Toplanır, çıxılırlar. Bölmədə toplanırlar. Toplamada, vurmada üstlər toplanılır. Olur A üstü 4. Elə C variantı da A üstü 4'dür. Bizdən də doğru bərabərlik istəyirdi, cavab olur C. Amma digər variantları da yazım. A üstü -2, onun da üstündə 5 verib. Biz bilirik ki, qüvvət üstü qüvvət onda vurulur. Bu eləyir A üstü -10. Düzdürmü? Burada A üstü 7 verir. A üstü 3 bölünsün. A üstü -3. Bax, bölmədə üstlər çıxılır. 3 çıxılsın -3. 2 dənə də mənfi birləşəndə olur 6. Bunu da doğru verir. Yəni D də səhvdir. Burada 1 verib cavabı. Y də səhvdir. B də səhvdir. A da səhvdir. Cavab olur C variantı. 10 bunun içində 11'ə baxıram. Bax, 11'də bizə nə verir? Yazır ki, 125 üstü 3'də 2. Nə edəcəm? 125 bilirik ki, 5'in kubudur. Bunun da üstü nə verir? 3'də 2. Qüvvət üstü qüvvət onda vurulmurdu. 3'ü vururam 3'də 2'yə. Düzdür? 3'də ixtisar gedir. Qalır 5'in kvadratı. O da eləyir 25. Aydındır? Aydındır. Nömrə 13. Ver 27'nin kvadratı. Bu nə rahatdır. Kökün dərəcəsi nədir? 2. Bunlar kök aparır, çıxacaq 27. 20 nömrəli suallar. Təkləri yazaq da 21 olsun. Demək bizə verib kök altında 20, vurulsun kök altında 5. Bunun yolu necə? Birinci bir kökün altına salırıq. Olur kök altında 20 vur 5. Düzdür? 20 düşünürəm ki, 4'ü 5'ə vuranda alır. Özü vuruqları ayıranda düşünürəm ki, hansından kök çıxır? 20'dən mi yoxsa 5'dən mi? Ondan sonra yazıram ki, baxın, 20'ni yazıram 4 vur 5, burada da 5 var. İndi sizə nə deyəcəm? 4'dən kökdən bilirsiniz ki, çıxır 2. Bir ədəddən 2 dəfə verilibsə, onun biri çıxır kökdən. Yadda qaldı, amma niyəsini də deyirəm. 5'i 5'ə vuranda nə edir? 25. 25'dən kökdən nə çıxacaq? 5. Ona görə deyirəm, bir ədəd 2 dəfə verilibsə, kökdən biri çıxır. 2 vur 5 də olur 10. Aydındır? 3'də 1, kök altda 27. Bax, nə edirəm? Kvadrata yüksək demir. Kvadrata yüksəkcə, bunlar ayrı-ayrı da bilirik. 3'də 1'in kvadratı ayrı olur. Kök altda 27'nin kvadratı da ayrı olur. Bu 2'ni də gətirib bura sala bilərik də, düzdür? Bayaq da başa saldım. Kökün dərəcəsi də 2'dir deyə bunlar gedir. Buradan 27 çıxacaq. 3'də 1'in kvadratı, 1'in kvadratı 1, 3'ün kvadratı 9. 27'ni də bölürəm 9'a, düşür 3. Gördünüz? Rahatdır. Keçdik bura. 2 kökdə 16 verir. Bax, 2 vurulsun, 16'dan kökdən 4 çıxır.
3 vurulsun 4-dən kökdən 2 çıxır. 5. 25-dən də kökdən 5 çıxır. 2 dəfə 4, 8. 3 dəfə 2, 6. 8 çıx 6, üstə gəl 5. 8-dən 6 çıxıram. 2. 2 üstə 5 gəlirəm. 7. Sonra, nömrə 27. A vur B hasilini tapın deyir. Kök altında 7 üstə gəl 1-i. Vururam kök altında 7 çıx 1-ə. Müxtəsər vurma düsturlarını bilirik. Bu müxtəsər vurma düsturu deyil, A kvadrat çıx B kvadrat. Olur kök altında 7-nin kvadratı, çıxılsın 1-in kvadratı. Kökdə 7-nin kvadratı 2 kök apardı. Olur 7 çıx 1, 7-dən də 1 çıxıram 6. Sonra, əslində siz tapacaqsınız 29-u yenə də. Bax, belə bir şey verib. Birinci 36-dan kök alıram. Bu kökdən işim yoxdur, çünki 6-dan kök çıxmaz. 6 vurulsun, bəli, 36-dan kökdən 6 çıxır. Bir şeydən də dedim 2-dən veribsə, birini yazırıq. Ay sağ ol. Kökdə 3 vurulsun, kökdə 2 vurulsun, 4 kökdə 6. Ədədlər köksüz olanları 1 vururuq. 5-i vururuq 4-ə. Elədi 20. Bunları da kökün altına salıram. 3 vur 2 nə edir? 6. Lap heç yazmayın. Bu 3 vur 2 qalsın. Bu 6 bilirsiniz ki 3 vur 2-dir. Bu niyə belə öyrədirəm? Çünki çox vaxt böyük ədədlər biz onları parçalamalıyıq da. Yaxşı. 6-nı da 3 vur 2 yazanda görsən 2 dənə 3 var. 2 dənə 3-dən nə çıxacaq? Bir dənə 3. 2 dənə də 2 var. Buradan da bir dənə 2. Eləcə 6-nı 20-yə vururuq. 120. Gördünüz? Mən də yazıram 35-i. Niyə yazıram bunu? 29 ilə birlikdə baxmağımız üçün. Bax, burada əgər 6 yerinə 16 versəydi, yox, başqa şey deyirəm. Burada 6 yerinə 16 versəydi, mən 16-dan da kök ala bilərdim. 4 çıxardı. Amma burada 5 ikisində. toplama çıxma olanda qəti kök alanlar. 20 üstə gəl, 25-dən kökdən 5 çıxır. Eləyib 25, 25-dən də 5 çıxır. Bitti 41-ə. 41-də nə verib? Kök altında 12, üstəcə kök altında 75, bölünsün kök altında 3. 12, 4 vurulsun 3'dür. 75 də, bax, 12, 4 vur 3 yazdım. 2 vur 6 yazmam. Çünki 6-dan kök çıxmır, 2-dən də kök çıxmır. Amma 12, 4 vur 3 yazsam, 4-dən kök çıxır. Aydındır? İndi 75-i də düşünmə nəyə bölün, 5-ə bölün. 5-ə böləndə 15 edir axı. Bax, 75-ə 15 vur 5 yazsam, heç birindən kök çıxmır. Mən hilə nədir? Burada kökdən çıxmayan 3 var axı. Tez 75-i bölürsən 3-ə, görürsən ki 25 düşdü. Gördünüz? Deməli 75-i yazıram, 25 vurulsun 3 kimi. Çox fırıldaq baxırsan. Hə. Burada da bir dənə kökdə 3 var. Gördünüz? Və bunu müxtəlif yollarla yaza bilərik. Ya tək bu deyil yolu. Bax indi. 4-dən kökdən çıxır 2. Kök qalır altında 3. Bu da vurdu, yazılmır. Üstə gəl, 25-dən kökdən 5 çıxır, kökün altında 3 qalır. Burada da kök 3 var. İndi bax, 2x-in üstündən 5x gələndə 7x eləmirdi. İndi bununla da bunu toplayanda 7 dənə kök altında 3 eləyir. Bax, yenə deyirəm, bu vur sayılır. Yaxşı, 7 dənə kökdə 3'ü, kökdə 3'ə vururuq, eləyir. Aydındır? Eləyir.